Qoç. Bugün enerjiniz adeten olduğundan daha da yüksek olacaq və ətrafınızdakilar bunu hiss edəcək. Sabahdan başlayan həvəs sizi irəli aparacaq, amma tələskənliyə yol verməməyə çalışın. İş yerində qərar qəbul edərkən kiminləsə məsləhətləşmək faydalı olar, çünki tək başına götürdüyünüz addım gözlədiyinizdən fərqli nəticə verə bilər. Maliyyə məsələlərində diqqətli olmaq lazımdır, xüsusən planlaşdırılmamış xərclərə qarşı ehtiyatlı davranın. Şəxsi münasibətlərdə sərtlikdən çəkinin, çünki bugünkü söhbətlər adətən daha həssas məqama toxunacaq. Günün ikinci yarısında yaradıcı fikirləriniz güclənəcək və bu işinizdə yeni yol açacaq. Kimsə sizdən köməklik istəyə bilər və bu köməyi əsirgəməsəniz, gələcəkdə mükafatlandırılacaqsınız. Fiziki fəaliyyət bugünkü stresi azaltmaq üçün ən yaxşı vasitə olacaq. Ailə üzvləri ilə əlaqələrinizdə isti bir an yaşaya bilərsiniz. Səbirsizlik bugün ən böyük düşməniniz ola bilər, ona görə tələsməyin. Uzun müddətdir gözlədiyiniz bir xəbər gəlmək üzrədir. İş yoldaşlarınızla əməkdaşlıq gözlədiyinizdən daha səmərəli keçəcək. Gündüz saatlarında diqqətinizi cəmləmək çətin ola bilər, fasilələr verməyi unutmayın. Kiməsə verdiyiniz sözü xatırlamaq və yerinə yetirmək vacibdir. Romantik həyatda olanlar üçün gözəl bir jest bağlılığı gücləndirəcək. Tək olanlar isə yeni tanışlıqlara açıq olmalıdır, çünki təsadüfi görüş əhəmiyyətli ola bilər. Maddi vəziyyətinizi nəzərdən keçirmək və büdcə qurmaq üçün əlverişli bir gündür. Səyahət planları varsa, kiçik dəyişikliklər gözləyin, amma bu, son nəticəyə mənfi təsir etməyəcək. Özünüzə qarşı tənqidi olmaqdan çəkinin, bugün özünüzə mərhəmət göstərmək lazımdır. Axşam saatları dincəlmək və enerjinizi bərpa etmək üçün ideal olacaq. Buğa. Sabahdan sakit və dayanıqlı bir əhval-ruhiyyə ilə oyanacaqsınız, bu da gün ərzində sizə üstünlük verəcək. İş məsələlərində sizdən daha çox səbir tələb olunacaq, çünki nəticələr dərhal görünməyəcək. Maliyyə sahəsində uzun müddətli planlara üstünlük vermək indi daha ağıllı seçimdir. Ailə ilə bağlı köhnə bir mövzu yenidən gündəmə gələ bilər və bu dəfə onu həll etmək şansınız var. Ətrafınızdakı insanlarla ünsiyyətdə daha açıq olmağa çalışın, çünki bu sizə yeni imkanlar qazandıracaq. Günün əvvəlində qərarı aldığınız bir iş axşama qədər tam fərqli formaya düşə bilər. Kiməsə etibar etmək istəməsəniz belə, bugün bir addım atmağa dəyər. Fiziki sağlamlığınıza diqqət yetirməyin vaxtıdır, xüsusən yuxu rejiminizi tənzimləyin. Yaradıcılıq tələb edən işlərdə gözlənilməz ilhamla qarşılaşa bilərsiniz. Sevgi həyatında sabitlik axtaranlar bugün doğru siqnallar alacaq. Tək olanlar üçün tanış mühitdə yeni bir insanla rastlaşmaq mümkündür. Pul xərcləməzdən əvvəl 2 dəfə düşünmək faydalı olacaq. Dostluq münasibətlərində kimsə sizə açıq şəkildə minnətdarlığını bildirəcək. Gündəlik rutinizə kiçik bir dəyişiklik gətirmək əhval-ruhiyyənizi yaxşılaşdıracaq. İş yerində gördüyünüz səylər nəhayət qiymətləndiriləcək. Kimsə ilə fikir ayrılığına düşsəniz, sakit qalmaq ən doğru yoldur. Təbiətlə təmasda olmaq bugün sizə xüsusi rahatlıq gətirəcək. Planlarınızı kağız üzərində yazmaq onları reallaşdırmağı asanlaşdıracaq. Uzun müddət təxirə saldığınız bir vəzifəni bugün başa çatdıra bilərsiniz. Axşam ailə üzvləri ilə keçirdiyiniz vaxt sizi yenidən gücləndirəcək. Əkizlər. Zehniniz bugün adətən olduğundan daha da sürətli işləyəcək və bu, sizə bir çox sahədə üstünlük verəcək. Ünsiyyət qurmaq bacarığınız günün əsas gücü olacaq, ona görə vacib danışıqları məhz bugünə saxlayın. İş yerində yeni ideyalarınız diqqət çəkəcək, amma onları aydın şəkildə ifadə etməyi unutmayın. Bir neçə iş arasında seçim etmək çətinləşə bilər, prioritetlərinizi müəyyənləşdirin. Maliyyə məsələlərində qısa müddətli qazanc imkanları meydana çıxa bilər. Ailə üzvləri ilə ünsiyyətdə daha diqqətli olmaq münasibətləri gücləndirəcək. Sosial mühitdə özünüzü rahat hiss edəcəksiniz və bu, yeni tanışlıqlara yol açacaq. Kiməsə verdiyiniz sözü unutmamağa çalışın, çünki bu bugün xüsusilə vacibdir. Yaradıcı layihələr üzərində işləyənlər üçün ilham dolu bir gün olacaq. Sevgi münasibətlərində açıq söhbətlər problemləri həll etməyə kömək edəcək. Tək olanlar üçün gözlənilməz bir mesaj və ya zəng maraqlı inkişaflara yol aça bilər. Səyahət və ya qısa gəzintilər əhval-ruhiyyənizi yüksəldəcək. Diqqətinizi bir işə cəmləmək çətin olsa da, kiçik addımlarla irəliləyin. Kimsə sizdən məsləhət istəyəcək və verdiyiniz cavab onun üçün çox dəyərli olacaq.
Gün ərzində bir neçə fərqli fikirlə qarşılaşa bilərsiniz, hamısını ciddiyə almağa çalışmayın. İş yoldaşları ilə əməkdaşlıq gözlədiyinizdən daha yaxşı nəticə verəcək. Maddi planlaşdırmada balanslı yanaşma göstərmək vacibdir. Axşam saatlarında dincəlmək üçün vaxt ayırmağı unutmayın. Xərçəng. Bugün emosional dünyanız xüsusilə fəal olacaq və bu, həm ailə, həm də iş münasibətlərinə təsir edəcək. Sevdiklərinizlə keçirdiyiniz vaxt sizə daha çox mənalı görünəcək. İş yerində qərar qəbul edərkən intuisiyanıza etibar etmək doğru olacaq. Maliyyə sahəsində ehtiyatlı addımlar atmaq indi daha faydalıdır. Keçmişdən gələn bir xatirə bugün yenidən gündəmə gələ bilər və bu sizə fərqli baxış qazandıracaq. Ev və ailə mövzuları diqqətinizi cəlb edəcək, bəlkə də kiçik təmir və ya düzəliş planlaşdıracaqsınız. Kiməsə kömək əli uzatmaq sizə daxili rahatlıq gətirəcək. Dostluq münasibətlərində kimsə sizə etibar edərək sirrini bölüşə bilər. Tənhalıq hissi keçirsəniz belə, bu uzun sürməyəcək. Sevgi həyatında olanlar üçün romantik bir jest münasibəti gücləndirəcək. Tək olanlar isə ailə çevrəsində və ya yaxın dostlar arasında maraqlı tanışlıqla qarşılaşa bilər. Yaradıcı hobbi ilə məşğul olmaq bugünkü stresi azaltmağa kömək edəcək. İş yükünüz ağır görünsə də planlı yanaşma ilə öhdəsindən gələ biləcəksiniz. Kimsənin sözləri sizi incitsə də bunun arxasında pis niyyət olmadığını anlayacaqsınız. Səhər saatları düşüncələrinizi toparlamaq üçün ən əlverişli vaxt olacaq. Maddi vəziyyətinizlə bağlı planlaşdırma aparmaq üçün yaxşı gündür. Təbiətdə vaxt keçirmək əhval-ruhiyyənizi əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Uzun müddətdir düşündüyünüz bir qərarı nəhayət verə bilərsiniz. Ətrafınızdakılara qarşı daha həssas olmağınız münasibətləri dərinləşdirəcək. Axşam saatlarında ailə ilə birgə keçirdiyiniz vaxt xüsusi əhəmiyyət kəsb edəcək. Öz hisslərinizi ifadə etmək bugün sizə yüngüllük gətirəcək. Gün sonunda daxili sakitlik hissi ilə yatağa gedəcəksiniz. Şir. Bugün diqqət mərkəzində olmaq sizə xoş gələcək və bu, həm iş, həm də şəxsi həyatınızda özünü göstərəcək. Liderlik keyfiyyətləriniz önə çıxacaq və ətrafınızdakılar sizin fikrinizə daha çox əhəmiyyət verəcək. İş yerində təşəbbüs göstərmək indi xüsusilə faydalı olacaq. Maliyyə məsələlərində təmkinli qalmaq, təşəbbüskarlığınızı məhdudlaşdırmadan ağıllı seçim olacaq. Yaradıcılıq tələb edən layihələrdə uğur qazanma ehtimalınız yüksəkdir. Sevgi həyatında olanlar üçün gözəl bir sürpriz gözlənilir. Tək olanlar isə cəlbedici bir insanla qarşılaşa bilər, amma tələsməmək lazımdır. Dostlarınızla keçirdiyiniz vaxt sizə əlavə enerji verəcək. Kiminsə tənqidinə həssas reaksiya verməkdənsə, konstruktiv şəkildə qəbul etməyə çalışın. Ailə üzvləri ilə əlaqələrdə səmimiyyət ön planda olmalıdır. Fiziki fəaliyyət bugünkü enerjinizi düzgün istiqamətə yönəltməyə kömək edəcək. Uzun müddətdir arzuladığınız bir hədəfə doğru real addım ata bilərsiniz. Kiməsə köməklik göstərməyiniz sizə minnətdarlıqla qaytarılacaq. Gündəlik işlərinizdə səmərəlilik artacaq, xüsusən günün ilk yarısında. Özünüzə inan bugün ən böyük gücünüz olacaq. Maddi planlarınızı gözdən keçirmək üçün münasib vaxtdır. Kimsə sizdən rəy istəyəcək və dürüst fikriniz onun üçün dəyərli olacaq. Yeni bir hobbi və ya maraq sahəsi kəşf edə bilərsiniz. Axşam saatlarında sosial mühitdə olmaq əhval-ruhiyyənizi daha da yüksəldəcək. Özünüzü ifadə etmək üçün yaradıcı bir yol tapa bilərsiniz. Gün sonunda qazandığınız kiçik uğurlar sizi qürurlandıracaq. Qız. Bugün detallara diqqət yetirmək sizə həm işdə, həm də şəxsi həyatda üstünlük qazandıracaq. Planlı yanaşmanız sayəsində gündəlik vəzifələrinizi rahatlıqla yerinə yetirə biləcəksiniz. İş yerində kiminsə səhvini düzəltmək sizdən əlavə vaxt tələb edə bilər, amma səbirli olun. Maliyyə sahəsində dəqiq hesablamalar aparmaq indi xüsusilə faydalıdır. Sağlamlığınıza diqqət yetirmək, xüsusən qidalanma rejiminizi nəzərdən keçirmək vacibdir. Ailə üzvləri ilə praktiki məsələləri müzakirə etmək üçün əlverişli gündür. Dostluq münasibətlərində kimsə sizdən köməklik istəyəcək və bacarıqlarınız çox faydalı olacaq. Sevgi həyatında olanlar üçün kiçik amma mənalı jestlər münasibəti gücləndirəcək. Tək olanlar isə iş mühitində və ya gündəlik fəaliyyətlər zamanı maraqlı tanışlıqla qarşılaşa bilər. Öz-özünüzə qarşı həddindən artıq tələbkar olmaqdan çəkinin. Yaradıcı düşüncə tələb edən məsələlərdə praktiki həllər tapacaqsınız.
Gündəlik rutinizə kiçik bir nizam gətirmək məhsuldarlığınızı artıracaq. Kimsənin fikrini tənqid etməzdən əvvəl onu tam dinləməyə çalışın. İş yükünüz ağır olsa da təşkilatçılığınız sayəsində öhdəsindən gələcəksiniz. Maddi vəziyyətinizlə bağlı büdcə tərtib etmək üçün yaxşı vaxtdır. Səhər saatlarında planlaşdırma aparmaq günün qalan hissəsini asanlaşdıracaq. Kiçik bir uğur sizi motivasiya edəcək və növbəti addımlara həvəs yaradacaq. Ətrafınızdakı insanların köməyinə ehtiyac duyduğunuzu qəbul etmək çətin olsa da faydalı olacaq. Axşam saatlarında sakit bir mühitdə vaxt keçirmək enerjinizi bərpa edəcək. Özünüzə qarşı mərhəmətli olmağı unutmayın. Gün sonunda gördüyünüz işlərdən razılıq hissi keçirəcəksiniz. Tərəzi. Bugün münasibətlər sizin üçün əsas mövzu olacaq, həm iş, həm də şəxsi həyatda. Balans axtarmaq bacarığınız sayəsində mürəkkəb vəziyyətlərdə belə sakit qala biləcəksiniz. İş yerində əməkdaşlıq tələb edən layihələrdə uğur qazanacaqsınız. Maliyyə məsələlərində qərar qəbul etməzdən əvvəl bütün variantları nəzərdən keçirin. Ədalətli olmağa çalışmağınız kiminsə etimadını qazanmanıza səbəb olacaq. Sevgi həyatında olanlar üçün romantik bir söhbət münasibəti daha da yaxınlaşdıracaq. Tək olanlar isə sosial tədbirlərdə maraqlı bir insanla qarşılaşa bilər. Estetik zövqünüz bugün xüsusilə güclü olacaq, ev dekorasiyası və ya geyim seçimində bunu hiss edəcəksiniz. Dostluq münasibətlərində kiminsə fikrini dinləmək sizə yeni perspektiv verəcək. Qərarsızlıq bugün ən böyük çətinliyiniz ola bilər, amma nəticədə doğru seçim edəcəksiniz. Ailə üzvləri ilə əlaqələrdə diplomatiyanız faydalı olacaq. Yaradıcı sahələrdə fəaliyyət göstərənlər üçün ilham dolu bir gündür. Kimsə ilə fikir ayrılığına düşsəniz, kompromis tapmaq mümkün olacaq. Maddi planlarınızı tərəfdaşınızla və ya yaxınlarınızla müzakirə etmək faydalı olacaq. Gündəlik həyatda gözəllik axtarmaq əhval-ruhiyyənizi yüksəldəcək. İş yoldaşlarınızla münasibətləriniz gözlədiyinizdən daha mehriban keçəcək. Özünüzə vaxt ayırmaq və düşüncələrinizi toparlamaq vacibdir. Kiçik bir səyahət və ya gəzinti sizə yeni enerji verəcək. Əqrəb. Bugün daxili gücünüz və qətiyyətiniz sizə bir çox məsələdə üstünlük qazandıracaq. Sirlərə və dərin mövzulara olan marağınız bugün xüsusilə artacaq. İş yerində strateji düşüncə tələb edən məsələlərdə uğur qazanacaqsınız. Maliyyə sahəsində gizli qalan bir məlumat gün işığına çıxa bilər. Kiməsə etibar etmək məsələsində daha diqqətli olmaq lazımdır. Sevgi həyatında olanlar üçün dərin və mənalı bir söhbət münasibəti gücləndirəcək. Tək olanlar isə intensiv duyğularla müşayiət olunan yeni bir tanışlıqla qarşılaşa bilər. Rəqiblərinizlə müqayisədə üstünlüyünüzü qorumaq üçün strategiyanızı yenidən nəzərdən keçirin. Ailə üzvləri ilə köhnə bir münaqişəni həll etmək üçün münasib şərait yaranacaq. Dostluq münasibətlərində sədaqət bugün xüsusilə vacib olacaq. Kiminsə arxasında dayanan həqiqi motivi görmək bacarığınız güclənəcək. Transformasiya prosesində olan bir sahə həyatınızda yeni istiqamətə yönələ bilər. İş yükünüz çətin görünsə də əzminiz sizi məqsədə çatdıracaq. Maddi vəziyyətinizlə bağlı uzun müddətli strategiya qurmaq indi vacibdir. Özünüzü tam açmaq çətin olsa da bugün bir addım atmağa dəyər. Gündəlik həyatda kiçik bir sir sizi maraqlandıracaq. Fiziki və zehni gücünüzü birləşdirmək bugünkü çətinlikləri asanlaşdıracaq. Kimsənin sizə etdiyi etiraf münasibətinizi dəyişə bilər. Axşam saatlarında tənhalıqda düşünmək sizə aydınlıq gətirəcək. Öz güclü tərəflərinizə etibar etmək bugün əsas açardır. Gün sonunda daxili dəyişiklik hissi ilə yatağa gedəcəksiniz. Oxatan. Bugün macəra ruhunuz oyanacaq və yeni təcrübələrə can atacaqsınız. Fəlsəfi düşüncələr və gələcək planları zehninizi məşğul edəcək. İş yerində geniş perspektivlə yanaşdığınız məsələlər müsbət nəticə verəcək. Maliyyə sahəsində nikbin olmaq faydalıdır, amma real hesablamaları unutmayın. Səyahət planları və ya uzaq yerlərlə bağlı fikirlər bugün xüsusilə cəlbedici görünəcək. Sevgi həyatında olanlar üçün birgə macəra münasibəti daha da canlandıracaq. Tək olanlar isə fərqli mədəniyyətdən və ya uzaq bir yerdən olan insanla maraqlı tanışlıq qura bilər. Təhsil və ya öyrənmə ilə bağlı yeni bir imkan qarşınıza çıxa bilər. Dostluq münasibətlərində açıq və səmimi söhbətlər əlaqələri gücləndirəcək. Ailə üzvləri ilə birgə keçirdiyiniz vaxt sizə xoş xatirələr yaradacaq.
Azadlıq hissinə olan ehtiyacınız bugün xüsusilə güclü olacaq. Kimsə sizə maraqlı bir təklif edə bilər, onu diqqətlə dəyərləndirin. İş yükünüz ağır olsa da nikbinliyiniz sizə kömək edəcək. Gündəlik rutindən kənara çıxmaq üçün kiçik bir dəyişiklik faydalı olacaq. Maddi planlarınızda uzun müddətli hədəflərə diqqət yetirin. Yeni bir dil, bacarıq və ya sahə öyrənmək istəyi güclənəcək. Özünüzü ifadə etmək üçün yaradıcı yollar axtaracaqsınız. Kiminsə sizə verdiyi məsləhət gözlədiyinizdən daha dəyərli çıxa bilər. Axşam saatlarında açıq havada vaxt keçirmək əhval-ruhiyyənizi yaxşılaşdıracaq. Gələcəyə dair planlarınızı yenidən nəzərdən keçirmək faydalı olacaq. Gün sonunda yeni bir ideya ilə həyəcanlanacaqsınız. Oğlaq. Bugün məqsədyönlülüyünüz və işgüzarlığınız sizə üstünlük qazandıracaq. Uzun müddətli hədəflərinizə doğru real addımlar ata biləcəksiniz. İş yerində məsuliyyət daşımaqdan çəkinməyin, çünki bu gələcəkdə mükafatlandırılacaq. Maliyyə sahəsində intizamlı yanaşmanız artıq öz bəhrəsini verməyə başlayacaq. Ailə üzvləri ilə əlaqələrdə vəzifə hissi ön planda ola bilər, amma emosional yaxınlığı da unutmayın. Sevgi həyatında olanlar üçün sabit və etibarlı bir münasibət daha da möhkəmlənəcək. Tək olanlar isə ciddi niyyətli, məqsədyönlü bir insanla qarşılaşa bilər. Karyera ilə bağlı vacib bir addım atmaq üçün əlverişli gündür. Dostluq münasibətlərində sədaqətli olan insanları qiymətləndirmək vacibdir. Kimsənin sizdən köməklik istəməsi sizi məsuliyyət hiss etdirsə də öhdəsindən gələcəksiniz. Özünüzə qarşı sərt olmaqdan çəkinin, kiçik uğurları da qeyd edin. Gündəlik işlərinizdə səbirli və ardıcıl olmağınız nəticə verəcək. İşdə rəhbərlik tərəfindən qiymətləndirilmə şansınız yüksəkdir. Maddi vəziyyətinizlə bağlı uzun müddətli planlar indi xüsusilə əhəmiyyətlidir. Kiməsə verdiyiniz sözü tutmaq nüfuzunuzu daha da artıracaq. Fiziki sağlamlığınıza diqqət yetirmək, xüsusən dincəlmək vacibdir. Ötən dövrdə gördüyünüz işlərin bəhrəsini indi görməyə başlayacaqsınız. Kimsənin tənqidi sizi məyus etsə də bundan dərs çıxara biləcəksiniz. Axşam saatlarında sakit bir mühitdə vaxt keçirmək sizə yaxşı gələcək. Öz nailiyyətlərinizlə fəxr etməyi unutmayın. Gün sonunda gələcək üçün yeni bir hədəf müəyyənləşdirəcəksiniz. Dolça. Bugün orijinal fikirləriniz və fərqli baxış bucağınız diqqət çəkəcək. Yeniliklərə açıq olmağınız sizə maraqlı imkanlar qazandıracaq. İş yerində qeyri-standart həllər tapmaq bacarığınız yüksək qiymətləndiriləcək. Maliyyə sahəsində alışılmışdan fərqli bir yanaşma sınamaq istəyə bilərsiniz, amma ehtiyatlı olun. Dostluq münasibətləri bugün sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Sevgi həyatında olanlar üçün fərqli bir fəaliyyət münasibətə təzəlik gətirəcək. Tək olanlar isə qeyri-adi şəraitdə maraqlı bir insanla qarşılaşa bilər. Sosial məsələlərə olan həssaslığınız bugün daha da güclənəcək. Ailə üzvləri ilə fərqli fikirləriniz olsa da, hörmətlə davranmaq münasibəti qoruyacaq. Texnologiya və ya yeniliklərlə bağlı bir məsələ diqqətinizi cəlb edəcək. Kiminsə qeyri-adi təklifini dəyərləndirməyə dəyər. Özünüzü qrupdan fərqli hiss etsəniz belə, bu sizin gücünüzdür. Gündəlik rutindən uzaqlaşmaq üçün kiçik bir dəyişiklik faydalı olacaq. İş yükünüz çətin görünsə də yaradıcı həllər tapacaqsınız. Maddi planlarınızda gələcəyə yönəlik düşünmək vacibdir. Dostlar arasında keçirdiyiniz vaxt sizə yeni enerji verəcək. Kimsənin fikrinə hörmət göstərmək, hətta razılaşmasanız belə vacibdir. Azadlıq hissinə olan ehtiyacınız bugün özünü daha çox göstərəcək. Axşam saatlarında yeni bir ideya üzərində düşünmək sizə ilham verəcək. Öz unikallığınızı qəbul etmək bugün əsas açardır. Balıqlar. Bugün həssaslığınız və empatiyanız ətrafınızdakı insanlarla əlaqələrinizi dərinləşdirəcək. Yaradıcı ilhamınız xüsusilə güclü olacaq, bunu qiymətləndirin. İş yerində intuisiyanıza etibar etmək doğru qərarlar verməyinizə kömək edəcək. Maliyyə sahəsində real hesablamalar aparmaq xəyalpərəstlikdən daha vacibdir. Sevgi həyatında olanlar üçün dərin emosional yaxınlıq münasibəti gücləndirəcək. Tək olanlar isə sənət və ya mənəvi mühitdə maraqlı bir insanla qarşılaşa bilər. Ailə üzvləri ilə əlaqələrdə kiminsə hisslərini anlamaq üçün səy göstərməlisiniz. Dostluq münasibətlərində kimsə sizdən emosional dəstək istəyəcək.
Xəyalpərəstliyiniz bugün sizə ilham versə də, real dünyaya da diqqət yetirin. Kiminsə sözlərinin arxasındakı həqiqi hissi görmək bacarığınız güclənəcək. Musiqi, sənət və ya digər yaradıcı fəaliyyətlər əhval-ruhiyyənizi yüksəldəcək. Gündəlik işlərinizdə diqqətinizi cəmləmək çətin olsa da, kiçik addımlarla irəliləyin. Maddi vəziyyətinizlə bağlı kimsənin məsləhətini dinləmək faydalı olacaq. İş yükünüz ağır görünsə də, yaradıcı yanaşmanız sizə kömək edəcək. Özünüzü qorumaq üçün sərhədlər qoymaq bugün xüsusilə vacibdir. Kimsənin köməyinə ehtiyacınız olduğunu qəbul etmək çətin olsa da faydalı olacaq. Su kənarında vaxt keçirmək sizə xüsusi rahatlıq gətirəcək. Uzun müddətdir düşündüyünüz bir qərar bugün aydınlaşa bilər. Axşam saatlarında tənha vaxt keçirmək enerjinizi bərpa edəcək. Öz hisslərinizi ifadə etmək üçün yaradıcı bir yol tapa bilərsiniz. Gün sonunda daxili sakitlik və rahatlıq hissi ilə yatağa gedəcəksiniz.